Mayın 28-də Masqat şəhərində Azərbaycan Respublikasının Oman Sultanlığının səfirliyi tərəfindən 28 may Müstəqillik Günü münasibətilə rəsmi qəbul ziyafət təşkil edilib. Tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ali Təhsil Elmi Tədqiqatlar və İnnovasiyalar Naziri xanım Rahma bin İbrahim Al-Mahroqi, Omanın dövlət və hökumət təmsilçiləri, Oman Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, həmçinin Omanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri, yerli kütləvi informasiya vasitələri və iş adamları iştirak edib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Oman Sultanlığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən səfir Rəşad İsmailov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini qeyd edib. Bildirib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib. Dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və Respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb. Azərbaycan-Oman diplomatik münasibətlərinin qurulması tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən video çarxlar göstərilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasına milli musiqi parçaları səsləndirilib. Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri, həmçinin ölkəmizlə bağlı xatirə hədiyyələr təqdim olunub.